Hər il olduğu kimi bu ildə 5-6 aprel tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Çağ Öyrətim Şirkəti, eləcə də İctimai Televiziyanın rəsmi dəstəyi ilə İNOPA Avrasiya Ətraf Mühitin Mühafizəsi 7-ci Beynəlxalq Layihə Olimpiyadasının keçirilməsinə start verildi. Tədbirdə çıxış edən Çağ Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən bildirdi ki, Olimpiyadanın keçirilməsində əsas məqsəd dünyada, eləcə də Azərbaycanda artmaqda olan ekoloji problemlərin həlli üçün gənc nəsli maarifləndirmək, xoşbəxt bir gələcək naminə ekoloji fəlakətlərə qarşı dünya gənclərinin həmrəyliyinə nail olmaqdır. Qeyd edək ki, Türkiyə, Braziliya, Tayvan, İndoneziya, Vyetnam, Hindistan, Qazaxıstan, Əfqanistan, Albaniya, Makedoniya, Polşa, Sudan, Səudiyyə Ərəbistanı və digər ölkələrin müxtəlif mədəniyyətlərinə və dillərə mənsub olan uşaqları da elə Azərbaycanın paytaxtına ürəklərindən dünyaya, torpağa sevgi, qayğı dolu bu arzularla gələrək bu olimpiyadaya qoşulublar. Tədbirdə həmçinin vurğulandı ki, bu il keçiriləcək